Deməli Zamat, mən qocalarından sonra özümüzün qohumların evində ömrümdə birinci dəfədə istipol çəkmişəm, santiyençi görmüşəm. Burası səliqəsiz olsa da yenə də işdir də. Deməli, kim çəkmək istəyirsə istipolu, bax bura ayağımın yanı, girişdir. Bax bu ara var, Yəni YouTube'da istəsəz baxa bilərsiniz. Burasında bu əyri-əyridir. Bax bu aranı əgər 20 santı qoymaq istəyirsinizsə, bax bu qıraqdan gedən turba birinci. Qıraqdan 20 santından fırlanmalıdır, belə. Birinci riyad. Sonra gəlib bax, bura çatanda, yəni girdiyi yerə tökülməz çatır. Burada bax bu məsafəni 40 santı qoymalısınız. Birinci başa düşdünüz də, 20-dən fırlanır quruq. Gəlir quruq başa çatanda 40-dan fırlanır. 40 nədən ötürdür? 40 ondan ötürdür ki, bax bu 40-la belə fırlanıb gedəndə, indi bura 20-də. Gəlir düz ortaya çatır, ortada bir də həmin şeyi baba belə geri qayıdır. Həmin o 40-ların arasından qayıdır. Sonra lap axırıncı, bax bu turbo ilə qayıdır gedir. İndi buna zimeyka deyirlər, nə deyirlər bilmirəm. Altının bu şeyi paralondur, nədir, stirkası satılır. Mən bunu ən sadə üsulla, məsələn, beton mismarı, bir də ki, nədir bu, məftillə bağladım. Ancaq ki, xüsusi olaraq bu parıltılı izolyasiyanın özünün yuvaları olanları var. Hansısa bir adam istəsə o yuvaların içindən apara bilər. Nə bilim, hamı üçün xeyirli olsun. Sağ olun.